Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü sualımız, izahımız 7-ci sinif iş dəftərindən sürət mövzusudur. Birinci sualdan başlayaq. Gedilən yolun, bu yolun getməsinə sərf olunan, bir dəqiqə. Gedilən yolun bu yola sərf olan zamana nisbətinə bərabər olan kəmiyyətə yola görə sürət deyir. Nə deyir? Deyir ki, gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətə nə dedik? Yola görə sürət deyirik. Ona görə yazırıq yola görə sürət. İkinci, yer dəyişmənin bu yer dəyişməyə sərf olunan zamana nisbəti. Yer dəyişmənin bilirik vektorial kəmiyyəti. Bu yer dəyişməyə sərf olunan zamana nisbətinə yer dəyişməyə görə sürət deyilir. Yadımızda saxlayaq ki, yola görə sürət skalyar kəmiyyət, yer dəyişməyə görə sürət isə vektorial kəmiyyətdir. Üçüncü sual, BSD yola görə sürətin vahidi. BSD deyilsə, yəni beynəlxalq vahidlər sistemində sürətin vahidi metr bölünsün saniyədir. Digərləri isə törəmə vahidləridir. Dördüncü sual, Avstraliyada yaşayan kenqurular 30 dəqiqə ərzində 18 kilometr qət edə bilirlər. Onların yola görə sürətini hesablayın və cavabı BSD əsas vahidlərlə ifadə edin. Əsas vahid deyəndə, yəni metr və saniyəyə çevirməliyik. Birinci görürük bizə dəqiqə, 30 dəqiqə verib. 30 dəqiqəni bir dənə 30 dəqiqə saniyə çevirək. 30 dəqiqə bərabərdir. Biz bilirik 1 dəqiqəmiz 60 saniyədir. Ona görə 30'u vururuq 60'a edir 1800 saniyə. Bu bizim zamanımız. İkinci bizə verib kilometr, yəni yolumuzu verib. L bərabərdir 18 kilometrimiz metrə çevirəndə minə vurmalıyıq, elir 18.000 metr. Nəyi soruşur bizə? Yola görə sürəti tapın. Sürətimizin düsturunu yenə yazırıq. Yol bölünsün zaman. Yolumuzu tapdıq ki 18.000. Zamanımız isə 1800 saniyə. Buradan da gedir və cavabımız 10 metr bölünsün saniyə. Artıq əsas vahidlərlə biz əvvəldən keçmişik deyə cavabımız 10 metr bölünsün saniyə. Əsas vahidlərlə ifadə etdik. Yuvasında ov üçün uçan qartal müəyyən müddət sonra yuvasına döndü. Onun yer dəyişməyə görə sürətini tapın. Biz əvvəl yer dəyişmənin nə olduğunu bilməliyik, sonra yer dəyişməsinə görə sürəti tapmalıyıq. Yer dəyişmə nə demişik? Yer dəyişmə cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu sualda nə deyir? Deyir ki, uçur, ov üçün qartal yuvasından uçur və müəyyən sonra yuvasına döndü. Yəni yuvası olsun burada, uçdu getdi, yemək tapdı, gəldi bir də qayıtdı yuvasına. Bunun yəni yer dəyişməsi başlanğıcı və sonu eynidirsə, bu zaman bunun yer dəyişməsi sıfırdır. Yer dəyişməsi sıfırdırsa, onda yer dəyişməyə görə sürətimiz də, yəni yer dəyişmə bölünsün zamanımız da bizə edər 0. 0'ı nəyə bölsək cavabımız 0 alınır. 6-cı suala Venn diaqramıdır. Baxaq, nə deyir bizə? Həm ədədi qiyməti, həm də istiqaməti var. Dedik ki, yer dəyişməyə görə orta sürətdir. Yer dəyişməyə görə orta sürət, başında vektor işarəsi var. Yola görə sürət sadəcə olaraq ədədi qiyməti var. Həm ədədi qiyməti, həm də istiqaməti önəmlidirsə məndən, deməli bu yer dəyişməyə görə sürət. Yalnız ədədi qiyməti var, bu yola görə sürət. BSD vahidi metr bölünsün saniyə, hər ikisinin BSD vahidi metr bölünsün saniyə. Vahid zamanda gedilən yoldur. Yol deyirsə bizə bu yola görə sürət. Vahid zamanda gedilən yer dəyişmədir. Bu yer dəyişməyə görə sürət. Baxın, vahid zamanda yer dəyişmə. Bu da vahid zamanda yol. Bunlar sürətə bərabərdir. Deməli, cavabımız nə oldu? Əgər cavab kimi versə 2, 4, sonra nöqtə vergül 1, 5 və nöqtəli vergül yenə cavab 3. 3'ü sonda yazırıq. Bu
Bu bir neçənci sualdır? 6-cı. İndi 7-ci suala baxırıq. Aşağıdakı ifadələrdən doğru olanları seç. Hərəkət zamanı yola görə sürət azala bilər. Əgər mən hərəkət zamanı yazırsa, mən yəni dayanmıram. Müəyyən bir yol hərəkət edirəm. Mən hərəkət edirəmsə, mənim yola görə sürətim el bölünsün zaman deyil. Mənim yolum artırsa, mənim necə sürətim azala bilər? Bu hal mümkün deyil. Yəni yola görə sürət azala bilər? Xeyr, azala bilməz. Yola görə sürət azala bilməz. Bəli, yola görə sürət azala bilməz. Yer dəyişməyə görə sürət azala bilər? Bəli, yer dəyişməyimiz get-gedə azalar. Necə azalar? Onu da misal göstərək. Məsəl üçün, mən bu nöqtədəyəm, gəldim bu nöqtəyə, sonra qayıtdım bura. Mənim hal-hazırda yer dəyişməm budur. Sonra bir də özdə qayıdıram, gəlirəm bura. Yer dəyişməm oldu bura. Gördünüz, əvvəl yer dəyişməm bu, sonra bu. Yer dəyişməm azaldısa, deməli mənim sürətim də azala bilər. Yer dəyişməyə görə sürət azala bilməz, yox dedik, azalar. Yer dəyişməyə görə sürət 0 ola bilər, bəli 0 ola bilər. Nə zaman? Bayaq dedik, bax elə 5-ci sualda başlanğıc və son nöqtəsi bərabər olarsa, yer dəyişməyə görə sürət 0 ola bilər. Deməli cavabımız 2, 3, 5 oldu. 8-ci suala baxırıq. Sxemi tamamla. Görürük skalyar kəmiyyətdir. Baxırıq. Deməli, aşağıda yazılacaq vektorial kəmiyyət. Vektorial kəmiyyət. Yer dəyişmədirsə vektorial kəmiyyət, onda skalyar kəmiyyətimizə adlanır. Yola görə, bizə kiçik yazın. Yola görə sürət. Yola görə sürət. Və hər ikisinin vahidi BC-də metr bölünsün saniyə. Yola görə, yer dəyişməyə görə. Keçirik 9-cu misala. Velosipedçi sxemdə göstərildiyi kimi M nöqtəsindən N nöqtəsinə 2 dəqiqə ərzində gəlir. Zamanımızı verib 2 dəqiqə. Gəlin zamanımız 2 dəqiqəni saniyəyə çevirək. 2 dəqiqəmiz 120 saniyə bərabərdir. Bunu bildik. Sonra nə deyir? Yer dəyişməyə görə sürəti də və istiqamətini sxemdə göstər. Baxaq, uşaqlar. Yer dəyişməyə görə sürət. Deməli, mənim sürətim vektorial. Yer dəyişmə bölünsün zaman. Zamanımı bilirəm 120. Bəs yer dəyişməmdən uşaqlar başlanğıc və son birləşdir istiqamətlənmiş düz xətt parçası. Bu da yuxarıdakı xətlə paralel olduğundan deməli mənim yer dəyişməm 1200 metrə bərabərdir. Bunları bir-birinə böldükdə cavabımız 10 metr bölünsün saniyə. İkincidə deyildi istiqamətini göstər. İstiqamətini artıq göstərmişəm şərqə doğru. Yer dəyişməsi şərqə doğru yönəlmişdir. 10-cu suala baxırıq. Avtomobil şəkildə göstərilən trayektoriya ilə hərəkət edir. Bax, bu trayektoriya ilə əyri xətli bir trayektoriya ilə hərəkət edir. Onun yer dəyişməyə görə sürətinin ədədi qiyməti yola görə sürətindən böyükdür, yoxsa kiçikdir. Deyir ki, yola yer dəyişməyə görə sürət və yola görə sürəti müqayisə edin. Hansı böyük, hansı kiçikdir? Nə dedik? Hansında yolumuz və ya yer dəyişməmiz böyükdürsə, həmin sürət də böyük olar. Sizcə bu məsafəmiz çoxdur, yoxsa başlanğıc və son nöqtəmiz daha çox olar? Əlbəttə ki, yolumuz daha böyükdür. Yolumuz daha böyükdür. Yolumuz böyükdürsə, deməli yola görə də sürətimiz yer dəyişməyə görə sürətdən böyük olacaq. Yadımızda saxlayaq, yol heç vaxt yer dəyişmədən kiçik ola bilməz. Yəni elə bir hal mümkün deyil ki, mən hərəkət edəm və yolum yer dəyişmədən kiçik olsun. Yolum yer dəyişməyə bərabər ola bilər. Hansı ki, mən düz xətlə hərəkət edirəm A nöqtəsindən B nöqtəsinə. Mən düz xətt boyunca gəlmişəmsə, bu mənim elə yolum və yer dəyişməm olar. Bu zaman bərabər olar. Lakin mən bir A nöqtəsindən çıxıb
müəyyən bir nöqtə gedirəm, əyri xətli gedirəm və yaxud da düz gedirəm, heç vaxt B nöqtəsinə gəlim. Yəni yolum, bax bu yer dəyişmədən kiçik olmaz. Həmişə yol böyükdür. Ya böyük olmalıdır yol yer dəyişmədən, ya bu şərt olmalıdır, ya da bu şərt. Heç vaxt yol yer dəyişmədən kiçik ola bilməz. Gəldik 11-ci suala. 11-ci sualı oxuyuram. Artıq yerinə qoymuşam, sayıcıları oxuyuram. Hərəkət edən cismin yer dəyişməyə görə sürəti 0 ola bilər. Dedik nə zaman? Başlanğıc və son nöqtəsi eyni olarsa. Yola görə sürət hərəkət zamanı 0 ola bilməz. Mən yol gedirəmsə, yol müəyyən zaman keçib mən addımlayıramsa, maşınla irəliləyirəmsə, yəni hərəkətim varsa, mənim yolum heç vaxt 0 olmaz. Yola görə sürət skalyar kəmiyyətdir. Yer dəyişməyə görə isə vektorial kəmiyyətdir. Yola görə sürət yer dəyişməyə görə sürətin ədədi qiymətindən heç vaxt kiçik olmur. Nə deyir? Deyir, yəni yola görə sürət heç vaxt yer dəyişməyə görə sürətindən kiçik olmaz. Yəni çünki yol heç vaxt yer dəyişmədən kiçik olmaz. Yəni bu hal mümkün deyil. 12-ci sual maraqlı sualdır. Aşağıdakı kəmiyyətlərdən hansı 0 olduqda cismin hərəkət etmədiyini demək olar? Əgər 0 gördüksə tez qaçaq gedək yer dəyişməyə görə sürət, cavabımız artıq oldu səhv. Nə deyir? Hərəkət etmədiyini demək olar. Yer dəyişməyə görə sürət, məsəl üçün, götürsək, mən A nöqtəsindən hərrənib fırlanıb bir də B nöqtəsinə gəlsəm, doğrudur. Mənim kəmiyyətim 0 ola bilər, sürətim 0 ola bilər. Yer dəyişməyə görə sürətim 0 ola bilər. Niyə? Çünki başlanğıc nöqtəyə gəldim, amma hərəkət etmədiyini deyə bilərəm. Xeyr, hərəkət etmişdir. Deməli, bu variant yox. İndi gəlin yola görə bir dənə baxaq, yola görə sürət. Yola görə sürət gedilən yolun zamana nisbətidir. Əgər bu kəmiyyəti 0 veriblərsə, zaman da heç vaxt 0 olmaz. Deməli, mənim yolum 0-dır. Yolum 0 nə deməkdir? Mən hərəkət etmirəm deməkdir. Bu zaman yola görə sürəti götürsək, mən hərəkət etmirəm ki, mənim yola görə sürətim 0-a bərabər olar. Yer dəyişməyə görə sürət 0 ola bilər. Lakin burada bizə şərt verib ki, deyək ki, bu cisim hərəkət etmir. 13-cü sual. Hərəkət trayektoriyasının hansı formasında yer dəyişməyə görə sürətin ədədi qiyməti yola görə sürətə bərabərdir? Az öncə dedik, yolumuz yer dəyişməyə bərabər olarsa, bu zaman deyərəm ki, yola görə sürət yer dəyişməyə görə sürətə bərabərdir. Hansı zamanında cisim düz xətli hərəkət etdikdə, bu zaman yol yer dəyişməyə bərabər olur. Düz xətli bərabər sürətli hərəkətə baxaq. Sual 1. Cismin hərəkət trayektoriyası düz xət olarsa, belə hərəkət düz xətli hərəkət adlanır. Belə hərəkət düz xətli hərəkət adlanır. Düz xət üzrə cismin bərabər zaman aralığında bərabər yollar qət edərsə, belə hərəkət düz xətli bərabər sürətli hərəkət adlanır. Düz xətli bərabər sürətli hərəkət adlanır. Necə, nə demək istədi burada? Deyir ki, əgər mənim buna deyirəm 2 saniyə, 4 saniyə, 6, 2 artıram və 2 saniyədə 100 metr yol gedirəm, sonraki 2 saniyədə də 100 metr gedirəm, sonraki 2 saniyədə də 100 metr gedirəm. Bərabər zaman fasiləsində bərabər yollar qət edirəm. Bu zaman mənim sürətim sabitdir. Deməli, düz xətli bərabər sürətli hərəkət etmiş oluram. Düz xətli hərəkətə aid 3 nümunə göstərin. Deməli, uşaqlar, birinciyə baxaq. Deyir ki, düz xətli hərəkətə 3 nümunə göstərir. Birinci nə olar? Yazarıq ki, maşın düz yolda hərəkət edir. Bax, birinciyə maşın düz yolda hərəkət edir. Avtomobil yazaq da. Avtomobil,
Mobil düz yolda hərəkət edir. Hərəkət edir. İkinci nə yaza bilərik? Qatarın, reyslər düz olur da, qatarın hərəkəti yazaq, qısa yazaq. Qatarın hərəkəti. 3 nümunədəydi. Üçüncüyə nə yaza bilərik? Məsəl üçün, qaçışlar olur, maraton yarışları. Uşağın yazaq, uşağın düz xət boyunca qaçması. Düz xət boyunca qaçması. İndi axlıma bunlar gəldi. Müxtəlif yaza bilərsiniz. Hərəkətimiz düz xət olsun. Dördüncü deyir ki, düz xətli bərabər sürətlə hərəkət etməsi. Uşaqlar, maşınlarda avtorejim var da, avtorejimə qoyursunuz, bərabər sürətlə gedir. Nə sürəti azalmır, nə artmır. Buna yenə yazırıq. Avtomobillərin bərabər sürətlə getməsi. Avtomobillərin bərabər sürətlə getməsi. Səliqəsiz yazdıq. Bərabər sürətlə getməsi. Sonra ikinciyə yaza bilərik. Uşaqlar, ekskalatorların hərəkətinə baxsaz, bax marketlərdə də, harada görürsünüz ekskalator. Görürsünüz, eyni sürətlə gedir. Nə yavaş getmir, nə biraz bərk gedib sonra yavaş getmir. Yəni ekskalatorların hərəkəti, eyni sürətlə hərəkəti. Ekskalatorun hərəkəti. Bərabər sürətlidir bu ekskalatorların hərəkəti. Sonra yenə yaza bilərik uşaqlar, qatarın bərabər sürətlə hərəkət etməsi. Üçüncü də qatarın bərabər sürətlə hərəkəti. Və yaxud da insanın da ola bilər bərabər sürətlə getməsi. Beşinci sualımıza baxırıq. Birincidə görürük ki, yoldur, skalyar kəmiyyətdir. Baxırıq, yol axtarmalıyıq. Baxın, yol. Və bu uşaqlar yola görə sürət, yer dəyişməyə görə nə dedim? Yola görə sürət sabit olduqda, baxın, yola görə sürət sabit olduqda gedilən yolun ifadəsidir. Yəni, bax, bundan söhbət edir, yola görə sürətdir. Yola görə sürət dediksə, bu yolumuzdur. Sonra yer dəyişməyə görə gedilən yer dəyişmədir. Bu C variantına uyğundur. Yer dəyişməyə görə sürətdir. Yer dəyişmə nə idi? Vektorial kəmiyyətdir. Onda ikinciyə gedər. Yola görə sürət vektorialdır. Başında ox işarəsinin vektor işarəsi olmamalıdır. Bu da gedir D-yə. Nə deyir bizə? Qatar 72 km bölünsün saat sürətlə. Gəlin, əsas vahidlərə keçək. Sürətimiz verib 72. Uşaqlar, 1 kilometr bölünsün saatı, metr bölünsün saniyə çevirəndə, keçən dərs demişəm, keçən də videoda da demişəm, kilometr bölünsün saatı, metr bölünsün saniyə çevirmək üçün 18-də 5-ə vururuq, metr bölünsün saniyə alırıq. Yox, əgər metr bölünsün saniyə verirsə, biz 5-də 18-ə vurmaqla kilometr bölünsün saatı almış oluruq. Biz görürük, hal-hazırda bizdə kilometr bölünsün saatdır. Deməli, biz bunu 18-də 5-ə vurmalıyıq. Bura 18-də 5-ə. Alırıq 20 metr bölünsün saniyə. Və nə deyir bizə? Onun getdiyi yolu, bax, düz xət boyunca deyir. Onun getdiyi yolu yer dəyişməsini tapın. Düz xət deyirsə, şərq istiqamətinə, deməli, bunun gedilən yolu ilə yer dəyişməsinə bərabər olar. Birini tapsaq kifayət eləyər. Yol bərabərdir. Sürət vurulsun zaman. Sürətimi aldım ki, 20 metr bölünsün saniyə, vurulsun 45 saniyə. Bu da edir 900 metr. Deməli, mənim eyni zamanda yolum və yer dəyişməm 900 metrə bərabərdir. Baxırıq 7-ci suala.
Kilometr bölünsün dəqiqə sürətlə. Deməli, mənim sürətimi verir. Və 0,6 uşaqlar yenə bunu metr bölünsün saniyə çevirək. 1 kilometrimiz neçə metrdir? 1000 sürətə yazıram. 1 dəqiqəmiz isə 60 saniyədir. Bu vergüllə bunun biri gedir. Sıfırlarımızı itirsək, 6'lar da ixtisar getsə cavabım 10 metr bölünsün saniyə. Saatımızı da bir dənə dəqiqəyə çevirək. Zamanımızı verib 0,1. Mən bunu 60'a vurmalıyam. Çünki 1 saatımız 60'a yox uşaqlar. 1 saatımız 60 dəqiqədir. Bunu da saniyə çevirəndə 3600 saniyə. 3600 saniyə. Bu dedir 360 saniyə. Bizə nəyi soruşur? Nə qədər yol gedər? L bərabərdir VT-dən 360'ı vuraram ona. Bərabərdir 3600 metr. Məndən nə soruşurdu? BC vahidi ilə ifadə edir. Elə metr BC vahididir. Saatı neynədim? 1 saatımız 3600 saniyə olduğundan saatı 3600'ə vurdum. Səsin havada yayılma sürəti artıq bizim sürətimizi verib 340 metr bölünsün saniyədir. İldırım çaxdıqdan 3 saniyə sonra səsi eşidilir. Onun hansı uzaqlıqda çaxdığını tapın. 3 saniyə sonra eşidirsə, mənim yolumu tapmaq üçün nə etməliyəm? VT düsturundan istifadə edib hər şeyimiz var, yerinə qoyub yazmaq lazımdır. 340 vurulsun 3, o da eləyir 0, 2, 10 metr. Bu qədər. Baxın. 9-cu suala baxırıq. Nə deyə 9-da bizə? İki avtomobildən biri 16 metr bölünsün saniyə sürətlə Bakıdan Gəncə istiqamətinə. Digəri isə 14 metr bölünsün saniyə sürətlə əks istiqamətdə hərəkət edir. Onlar 12 dəqiqə sonra qarşılaşırlar. Başlanğıc anda aralarındakı məsafəni tapın. Qarşılaşırlar deyirlərsə, yəni bizə bax bundan bura olan məsafəni soruşur. Uşaqlar, baxıram ki, biri 16 ilə gedib, biri 14 ilə gedib. Hansının sürəti böyükdürsə, o daha çox yol gedir. Yəni mərkəzdə görüşməzlər hardasa bax buralarda görüşərlər. Birinci maşın bu qədər yol gedər, ikinci maşın da bu qədər yol gedər. Gəlin indi 12 dəqiqədən sonra görüşmürlər. Hər ikisi 12 dəqiqəyə nə qədər yol gedər onu tapaq. Birinci avtomobil bunu deyək, ikinci avtomobil də bunu deyək. Yazaq, L1 bərabərdir. Sürətimiz 14. Birincinin sürəti 14. Vurulsun. VT-dən L bərabərdir VT düsturundan istifadə edirəm. Zamanımız isə 12 dəqiqədir uşaqlar. Gəlin əvvəlcə 12 dəqiqəni saniyə çevirək. Yəni vuraq 60'a, o deyilər 720 saniyə. Axırda kilometrə çevirərik. Bunu vururuq 720'yə bərabərdir. Bir dənə vurum. Deməli uşaqlar 14'ü 720'ye vurduq 10.080 metr. İkinci görək avtomobil nə qədər yol gedib. Əlbəttə ki, bundan böyük yol gedəcək. İkinci avtomobil 16 ilə gedirdi. Yenə 720 saniyə bərabərdir. Neçə eləyir? 11.520. Baxın, birinci avtomobil dedik 10.080, ikinci avtomobil 11.520 yol. Onda bunlar arasındakı ilkin məsafəni tapanda nə eləyərəm? Hər ikisinin gedilən yolunu toplayaram. Bunları bir-birinə toplasaq 0, 0, 1 yadda 6, 1, 2. Cavabım 21.600. Mənə nə deyir? Mənə deyir kilometrdir. Neçə kilometrdir? Yəni bu metrdir. Bunu kilometrə çevirsək, bizim onda cavabımız olar 21,6 kilometr. Neynədim? 1000'ə böldüm. Sonra 10-cu suala baxırıq. Bakıdan Qəbələ istiqamətində düz xətt üzrə 100 km bölünsün dəqiqə sabit sürətlə hərəkət edən
Sürət qatarı 50 saniyə ərzində getdiyi yolu və yer dəyişməni tapın. Düz xətt boyunca deyirsə, bunun yolu və yer dəyişməsi bir-birinə bərabərdir. Əvvəlcə biz 3 kilometr bölünsün dəqiqəni metr bölünsün saniyə çevirmək üçün 1 kilometrimiz 1000 metrdir. 1 dəqiqəmiz 60 saniyədir. Sıfırları silək. 3 ilə 6 gedir 2. 100-ü 2-yə böləndə cavabım 50 metr bölünsün saniyə. Deməli bunun nəyi? Sürəti V bərabərdir 50 metr bölünsün saniyə. Nə qədər yol gedər? Yolu tapmaq üçün sürəti zamana vurmalıyıq. Sürətimizi tapdıq ki 50, yolumuz da, zamanımız da 50. Bu zaman edər 2500 metr. Deyir, nə qədər yol və yer dəyişməsini tapın, elə bunun yolu da yer dəyişməyə bərabərdir. Niyə? Çünki düz xətli hərəkət edir. Düz xətli hərəkətdə yol yer dəyişməyə bərabərdir. 11-ci suala baxırıq. Bərabər sürətlə hərəkət edən velosipedçi 0,1 saat ərzində düz xətt üzrə cənuba doğru 6 kilometr yer dəyişmə edir. Onun yola görə sürəti və yer dəyişməyə görə sürətini tapın. Bərabər sürətlə hərəkət edən deyir zaman bu. Bunun da yenə uşaqlar düz xətli hərəkət edən, bərabər sürətlə hərəkət edən düz xətt üzrə gedir. Yenə yolu yer dəyişməyə bərabərdir. Birini tapsaq, gəlin bu səfər yer dəyişmə yazaq. Bərabərdir sürət vurulsun zaman. Sürətimiz dedik neçədir? 0-da bizim nəyi soruşur? Bizə sürəti soruşur uşaqlar. Üzrə sayan. Yola görə sürət və yer dəyişməyə görə sürət tapın. Sürəti tapmaq üçün gedilən yolu zamana bölməliyim. Gedilən yolumuz nə qədərdir uşaqlar? 6 kilometr yol gedib. Elə kilometrdən yazaq. Axırda lap sevirəriz. 6 kilometr zamanımız nedir? 0,1. Bu da nə edir? 60 kilometr bölünsün saat. Uşaqlar, yolumuz da 60 kilometr bölünsün. Yola görə də sürət, yer dəyişməyə də görə sürət bərabərdir. Əgər bizə bunu desək ki, artıq metr bölünsün saniyə çevir, yenə 18-də 5-ə vurarıq. Sual 12. Yer dəyişməyə görə sürət sabit olarsa, cismin trayektoriyası hansı formada olar? Yer dəyişməyə görə sürət sabit olarsa, əlbəttə ki, düz xətli olar. Cavabınızı əsaslandırın, əsaslandırın. Mənim yer dəyişməyə görə sürətim sabitdir. Yəni, baxın, düz xətt boyunca gəlirəm. Yer dəyişməm yola hər zaman bərabər olur. Nə qədər getsəm, mən düz xətt boyunca gedirəmsə, trayektoriyam da düzdür. Onda mənim sürətim də düz xətt olaraq artır və yaxud da azala bilər. Amma əyri xətli olsa, nə deyir, yer dəyişməyə görə sürət sabit olar. Bax, əyri xətli olsa, uşaqlar, əyri xətli olsa, yəni azala bilər, sıfır ola bilər. Amma düz xətt olsa, sabit ola bilər həmişə. Yəni, burada çoxala da bilər, qayıdıb əvvəlki vəziyyətinə qayıda da bilər, əyri xətlə hərəkət deyirsə. Getdim, gəldim, bura çatdım. Mənim oldu, yer dəyişməm bu. Gəldim, bura çatdım. Mənim oldu, yer dəyişməm bu. Görürsünüz, sabit deyil, həmişə dəyişir. Amma düz xətt boyunca mən gedirəmsə, mənim yer dəyişməm həmişə sabitdir. Buradan bura istiqamətə gəlmişəm. Cavabımız düz xətli. 13-cü suala baxaq. Yola görə sürət sabit olarsa, cismin trayektoriyası hansı formada olar? Yola görə sürət, uşaqlar, yola görə sürət deyirəmsə, artıq mən düz xətli də hərəkət etsəm, əyri xətli də hərəkət etsəm, yolumun uzunluğu mənə lazımdır. Mən yolumu ölçməliyəm, elimi ölçməliyəm. Mən əyridə geçsəm, düzdə geçsəm, trayektoriyanın uzunluğuna yol deyilir. Hansı yolla gedirəm, gedeyim, mənə fərqi yoxdur. Yola görə sürət sabit olur. Çünki yola görə sürət heç vaxt azalmır. Yəni, burada cavab həm düz xətli, həm əyri xətli hərəkətdir. 14-cü suala baxırıq. İşığın boşluqda yayılma sürəti 3000 km bölünsün saniyədir. İşıq sürəsi yerdən aya hansı müddətə çatar? Yerlə ay arasındakı məsafə verib və bizə zamanı soruşur. Baxın, sürətimiz var, məsafəmiz də var. Bizdən nəyi soruşur? Zamanı soruşur.
Zamanı tapmaq üçün gedilən yolu sürətə bölməliyik. Bölək. Yolumuz nə oldu? 384 min. Bölünsün 300 min. 300 min. 3 sıfır da bura. 3 sıfırlarla 3 sıfırımız gedər. O 3'e bölünür mü? Bölünür. Bunu da bölək bir dənə. Bu deyilər uşaqlar 1 tam %28 nə? Saniyə. Deməli, ışıq şüası 1 tam %28 saniyə gəlib aya çatar. 1 tam %28 saniyə. 15-ci sual, deyəsən sonuncu sualdır. Yer kürəsinin Günəş ətrafında 30 km/s sabit sürətlə hərəkət etdiyini qəbul edərək onun bir sutka ərzində getdiyi yolu tapın. Uşaqlar, gəlin çevirəkmi? Bir sutka ərzində saatla deyir bizə. Belə deyək də, gəlin bunu qalsın. Bu sutkanı biz saniyə çevirək. Bir sutka ərzində deyil. Bir sutkamız bilirik ki 24 saatdan ibarətdir. Bir saatımızda 3600 saniye olduğundan bunu 24 vurulsun 3600 şəklində yaza saniyə. Çünki saniyələr ixtisas etsin kilometrdən alaq cavabı. Bərabərdir. Edər 86400 saniyə. Artıq hesablaya bilərik. Məndən nəyi soruşur? Yolu hesablayın. L bərabərdir V vurulsun T-yə. V'miz neçədir uşaqlar? 30 kilometr bölünsün saniyə. Yəni 30 vurulsun 86400. O da bərabərdir. 2.592.000. Düzmü oxudum? 2.592.000 kilometr uşaqlar. Cavabımız kilometrdən aldı. Bu qədər. Ümidvaram ki bir şey öyrənə bildiniz. Sağ olun.